Uğurlu saattasınız. Zehniniz istənilən şeyi sizə verə biləcək gücə malikdir. Ancaq bunun üçün ona verdiyiniz siqnallar açıq, parlaq, dəqiq və sıx olmalıdır. Ona görə də qaydaları yenidən nizamlamalı və özümüzü uğura kökləməliyik. Sizləri sevgi və səmimiyyətlə salamlayıram, hörmətli tamaşaçılar. Azərbaycan teleməkanında ilk və tək Uğurlu Saat televiziya proqramı efirdədir. Hal-hazırda bu gün bu studiyada insanın və dünyanı dəyişdirəcək əsas bir gücü, yaradıcı düşüncəni müzakirə eləyəcəyik. Düşündüyünüz, inandığınız və inamla gözlədiyiniz bir şeyə mütləq nail olacaqsınız. Məqsəd elə seçilməlidir ki, insan bu məqsədə nail ola biləcəyinə inansın. Əgər bu məqsədə nail olacağınıza ürəkdən inanırsınızsa, heç bir məqsəd qeyri-mümkün deyil. İnanc ilk addımdır. İnsan özünə və daxilindəki gücə inanmalıdır. Məqsədi xəyal olaraq zehində canlandırmaq inancı yaradır və qüvvətləndirir. Əgər hədəfiniz çempion olmaqdırsa, zehninizdə qızıl medal aldığınızı canlandırın. Seçdiyiniz idman növündə etmək istədiklərinizi etmiş kimi canlandırın. Fasiləsiz olaraq məğlub olacağını düşünən və bu qorxu ilə yaşayan bir idmançı çempion ola bilməz. İnsan özünü layiq olduğundan daha aşağı qiymətləndirməyə, bacarıqlarını və potensialını realda olduğundan daha kiçik hesablamağa meyillidir. Bəzən məqsədlərimizi, nələri bacara biləcəyimizi başqalarının təyin etməsinə ehtiyac duyarıq. Hətta bu vəziyyət ümumxalq inanclarımızda da özünü göstərir. Sən özünü qiymətləndirə bilmərsən, sənə ancaq kənardan baxıb qiymət verə bilərlər. Ən maraqlısı da odur ki, insan özünü mövcud vəziyyətindən aşağı dəyərləndirəndə sən özünü qiymətləndirə bilmərsən deyilmir. Özümüz haqqında negativ hər nə deyiriksə deyək, həqiqət kimi qəbul olunur. Belə davranmağımız ən azından özümüzə qarşı ədalətsizlik deyilmi? Bəli, məqsədlərimiz düşüncələrimizlə formalaşırlar və insan əlinin çata biləcəyindən də artığını hədəfləməlidirlər. Biz dünyaya limitlərimizlə gəlmirik, limitləri sonradan özümüz yaradırıq, limitləri düşüncələrimizlə yaradırıq. Məqsədlər müəyyənləşdirib onları reallaşdırmaq üçün hərəkətə keçməsək, özümüzə zərər verməkdən başqa heç nə etmərik. Dəyərlərimiz həyatımıza istiqamət verdiyi kimi, məqsədlərimiz də həyatımızda gedəcəyimiz yolu müəyyənləşdirirlər. Bu məqam gücün sevgi ilə birləşdiyi andır. Bu yolu necə gedəcəyimizi müəyyənləşdirən şey isə düşüncə və davranış strategiyalarımızdır. Necə edəcəyimizi bilmiriksə, öyrənməyimiz şərtdir və bunun iki üsulu var. Birincisi, yanılıb düzəlməklə öyrənməyimizdir. Bir yolu ilk dəfə gedənlərin hamısı bu üsuldan istifadə edir. Belə vəziyyətdə hər şeyə öyrənmə prosesi kimi baxmaq, dəfələrlə təcrübə etmək lazım gəlir və hər dəfə daha az səhv edərək nəhayət istəyimizə nail oluruq. İkincisi isə mövcud təcrübələrdən faydalanmaqdır ki, bunun da adına modelləmə deyirik. Yəni, bizdən əvvəl bu yolu keçmiş insanların nələrə inandığını, necə düşündüyünü, nələr etdiyini öyrənərək onların strategiyalarından faydalanırıq. Bu zaman ən yaxşı modelləri seçmək yolu qısaldar. Hər zaman ən yaxşılardan öyrənməyimiz lazımdır. Ən yaxşı müəllimlərdən dərs almaq, ən yaxşı koçlar və mentorlarla işləmək, ən yaxşı mütəxəssislərin xidmətlərindən faydalanmaq, ən keyfiyyətli vasitələrdən istifadə etmək, nəticələrin keyfiyyətli və tez əldə edilməsini təmin edər. Əgər diqqətinizi məqsədinizə cəmləşdirsəz, şüuraltınız təfərrüatı həll edər. Uğura nail olmağınız üçün sizə dəstək verəcək addımların tapılmasında və əlverişli mühitlərin yaradılmasında sizə kömək edər. Şüuraltı bütün cavabları bilir. Yetər ki, ona kifayət qədər keyfiyyətli sualları kifayət qədər sıxlıqla və onun anlaya biləcəyi dildə verəsiz. Beyninizin hansı dildə danışdığını bilirsinizmi? Bunu birlikdə öyrənəcəyik. Uğurlu Saatda öz uğur hekayəsini bizimlə bölüşəcək qonağımız əməkdar artist və teleprodüser Murad Dadaşovdur. Xoş gəlmişsiniz Murad müəllim. Xoş gördük hər birinizi və dəyərli tamaşaçılar, xoş gördük. Təşəkkür edirəm. Murad müəllim, əvvəlcə Bakılı Oğlanlar Şən və Hazır Cavablar klubunun tərkibində biz sizi tanıdıq. Sonra bildiyim qədərini əsrin
çempionu oldunuz. Daha sonra bir-birinin ardınca uğurlu televiziya layihələrinin müəllifi oldunuz və eyni zamanda əməkdar artistsiniz. Özünüzü uğurlu bir şəxs hesab eləyirsinizmi? Bir çox insanlar sizi bacarıqlı və uğurlu bir iş adamı da hesab eləyirlər. Sizin bunlara münasibətiniz necədir? Bilirsiniz, çox maraqlı sualdır. İnsan deyirlər ki, filan nailiyyətlər var. Necə baxırsan sən bunlara? Əlbəttə, insan necə baxa bilər? Sevinə-sevinə, amma ümidvaram ki, həyatımın ən böyük uğurları hələ gələcəkdədir, ümidvaram. Yəni, bununla mən kifayətlənsəm, o zaman mən özümü daha ambisiyalı insan hesab edirəm. Fikrimcə, ən böyük televiziya layihələri qarşıdadır, ən böyük digər işlərim, nailiyyətlərim qarşıdadır. Hər halda ümidvaram ki, vaxt getdikcə hələ mənim bu vaxtla ayaqlaşmağım uğurlu olacaq, ümidvaram. Əminəm ki, o şəkildə olacaq. Bilirsiniz, düşüncə strategiyalar və düşüncə tərzləri insanı insan eləyən ən başlıca amillərdir. Çünki yeganə təfəkkürə malik olan varlıq insandır. Və düşüncə dedikdə biz burada kritik düşüncə, negativ düşüncə, pozitiv düşüncə, analitik düşüncə, sintez və yaxud da ki, baxdıqda yaradıcı düşüncəni ön plana gətirə bilərik. Lakin bu günləri daha çox pozitiv və yaradıcı düşüncədən danışmaq istəyirəm. Hər ikisini birləşdirən bir model olaraq sizi görürəm. Çünki bütün məhsullarınız demək olar ki, insanlarda pozitiv əhval və düşüncə yaratmağa yönəlikdir və bunları yaradıcılıq yönü ilə əldə eləmişsiniz. İlk növbədə pozitiv düşüncədən başlamaq istəyirəm. Buna özünüzü pozitiv düşüncəli bir şəxs hesab eləyirsinizmi? Və yaxud da ki, pozitiv düşüncə sizin üçün nə deməkdir? İnsan çox maraqlı, insan pozitiv düşüncə ilə yaşamaq üçün gərək negativləri duysun və sonra onun fərqindən var olsun və bilsin ki, pozitivlə negativin arasında nə böyük bir fərq var və öz seçimini etsin. Hər halda mən çox istərdim ki, mənim haqqımda pozitiv insan kimi düşünsün insanlar. Ona görə ki, negativ insanları biz özümüzdən uzaqlaşdırırıq. Pozitivlik elə bir şeydir ki, insan istər-istəməz ünsiyyətə meyillidir o adamla. Hər halda hara gedirsə, mən həmişə deyirəm ki, mən ömür boyu çalışmışam ki, kiminsə telefonunda mənim adım gələndə, belə də zəng vaxtı. O adamın ilk növbədə telefonu dəstəyi qaldırmaqdan sonra bir təbəssüm üzündə yaransın, sonra qaldırsın. Pozitivlik böyük bir negativdən gəlir irəli. O negativlə üzləşəndən sonra insan o negativ halı özünə zid bir amil kimi qəbul edirsə, o anda mütləq seçimini pozitivliyə doğru edir. Yox, o negativliklə ayaqlaşa bilirsə, mən negativlə ayaqlaşa bilmirəm. Mən negativ insanlardan çalışam uzaq olum. Ona görə ki, onlar mənə çox pis təsir edirlər. Mən yaradıcı insan olduğum üçün, özüm üçün çox vacibdir ki, mən o anda ətrafında kim olursa olsun, mütləq həmişə deyirəm ki, ətrafında kim, məsəl üçün də bizim şirkətdə çalışdığım yerdə işləyən insanları öz peşə, məsəl üçün də göstəricilərindən başqa mən həmişə onların xarici görkəminə fikir verirəm. Mən deyirəm ki, şirkətə gələndə, insan işə gələndə hamını gözəl insanları görməlidir. Xarici görkəmi də insan gözəl olmalıdır. Bizim işdə ən, belə deyim də, kifir insan mənəm. Hamı gözəldir. Yəni, pozitiv olmaq üçün negativlərdən qaçmaq lazımdır. Qaçmaq, seçim deyə siz qaçmaq məsələsi, qaçmaqla insan ondan uzaqlaşmır ki. Bəli. Strauss heyvanı var da, o hər hansı bir qorxu görəndə başını salır qumun altına, yəni yerin altına. Dəvə quşu. Dəvə quşu. Amma fikirləşir ki, bununla da problemlər bitdi. Səndə bir ki, bütün bədənin çöldədir. Yəni, məsələ ondadır ki, negativdən qaçmaqla sən negativi uzaqlaşdırmırsan özündən. Sadəcə bu problemdən qaç. Mən bu iki pozitivlik və... Amma sizə deyim də, insanlar var ki, negativ halı ilə də həyatda qazanırlar. Məsəl üçün, xaricdə yaşamısınız siz. Xaricdə elə bir hal görməzsiniz ki, siz kimdənsə soruşarsa, necəsə desin ki, pisəm, çox pisəm falan. Mütləq insan deyir ki, əlayam, yaxşıyam, pis olduğu halda da belə çalışır özünü bir uğurlu insan kimi qələmə versin. Ona görə ki, burada ən uğur qazanmış insanlar hansı gözlənmir, nədənsə bir qorxulu, necəsin, belə də, vallahi pisəm, nəsə falan. Mən o kəlməni işləndə, mən artıq başa düşürəm ki, mən qeyri-səmimi bir insanla ünsiyyətdəyəm. Mənə zəng yolu soruşan necəsin? Deyirəm, super əla, hər şey əladır.
Şükür Allah, sağ-salamat oyanmışıq. Gözümüz görür, əlimiz qalxır. Gücümüz var ürəyimizdə. Maşallah ondan şuurumuz yerində. Ondan gözəl nə ola bilər ki? Bəli, ətrafımızda istənilən halda gözəlliklər də var, gözəl olmayanlar da var. Sadəcə insan bu gözəllikləri, bu pozitivləri seçməlidir, deyir Murad Dadaşov. Yəni buna görə çox təşəkkür edirəm. Murad müəllim, baxın, biz səhər yuxudan duranda dediniz, özümüzü hərəkətə gətiririk və yaxud da ki, bir layihəni, bir işi görmək üçün mütləq özümüz gün ərzində özümüzə, sinir sistemimizə mesajlar veririk və bu mesajlar nəticəsində ya canlanırıq, mən bunu eləyəcəm, hər kəs bunu heyrətləndirəcəm deyirik və yaxud həvəslə görürük və yaxud da ki, həvəssiz, şübhə tərəddüd içərisində eləyirik və yaxud da ki, əlimiz, qolumuz soyuyur, heç bir şey eləmirik. Ümumiyyətlə, bizi hərəkətə gətirən şeylər var. Yəni, bu hərəkət... İmpulslar var. Adətən, bu qədər işlər görmüşsünüz, Murad müəllim. Yəni, barmaqla sadalınacaq şəkildə deyil. Yəni, bu həqiqətən də böyük nəticələrdir. Və bu keyfiyyətli nəticələri yaradan Murad Dadaşov özün necə hərəkətə gətirir? Zorla. Mənim xarici görkəmdə görmüşsünüz, mən hərəkətə gələ bilərəm. Mən çox tənbələm. Mənim elə siz mesajlar deyirsiniz, insan öz sinir sistemi. Mən elə mesajlar göndərib ki, hərdən biri onlar çatmır. Məsələn, arıqlamaq mesajını göndərib ki, arıqla, o sinir sistemi falan, o çatmır o mesajlar. Deyəsən, abonet söndürülüb o. Arıqlamaq cavab verən abonet söndürülüb məndə. Və ya digər bir məsələlər var. Mənim sadəcə, bilirsiniz, çox iddialı bir insanım mən. Sağlam rəqabətə dözümlülük, iddia falan, bütün bunlar ən yaxşı doğru addımlar səhvlərdən irəli gəlir. Mənim fikrimcə insan mütləq səhv etməlidir. Siz bilirsiniz, mənim həyatda səhvlərim olmuyor. Mənim digərlərindən daha çox səhvlərim olub. Mənim digərlərindən daha çox qurbanlar vermişəm mən bu yolda. Mən müəyyən bugün insanlar məsəl üçün nə ilənsə paylaşırlar, sevinirlər falan. Mənim demək olar ki, bu günə qədər əldə etdiyim uğurların nəticəsində müəyyən bir böyük bir problemlərlə üzləşib, o problemlərlə qutarmışam. Və istənilən bir insan hər hansı bir iş görürsə və hər hansı bir işin nəticəsini, uğurunu görürsə, mən həmişə deyirəm ki, bu insanın gələcəyində hələ böyük bir işlər var. Övladlarım idman yarışlarında iştirak edirlər. Kimsə birinci olur, kimsə ikinci olur, kimsə üçüncü. Oğlum gəlir, deyir ki, mən birinci oldum. Deyirəm, ikinci olan gələcəkdə qazanacaq. Sən biləcəksin, mən çox heyif ki, sən birinci oldun. Gələ ikinci olaydın. Bu yaşında hələ tez idi sən birinci olmaq. Mən fikirləşirəm ki, sən ikinci olsaydın daha yaxşı olardı. Mən həyatı boyu kimsə nəsə deyir də ki, birinci olmayan, 10-cu olmayan, ikinci, üçüncü, dördüncü. Mən də elə şeylərdə həmişə uzaq olmuşam. Azərbaycanda bizim cəmiyyətdə çox maraqlı bir şey var. Bizdə insanın uğuru ilə, ona olan, belə deyim də, kobud səslənsə də ona olan, o uğura olan paxıllıq eyni gəlir. O eyni bir paketdə gəlir insana. Bir məktubun içində gəlir. Həm onun uğuru, Tanrıdan onun uğuru, bir də ona olan o paxıllıq eyni zərfdə gəlir. Mövzu ilə əlaqədar kiçik bir sorğu aparmışıq. Sorğumuza tamaşa eləyək, sonra söhbətimizə qaldığımız yerdən davam eləyərik. Nəyə görə negativ düşünürüm ki, hər şeyə yaxşı tərəfdən baxmaq lazımdır ki, yaxşı olsun. Yəni, həyatdan yalnız pis şeylər yox, hər şeydən bir xeyirli bir şey düşünmək lazımdır. Xoş bir şeylər haqqında düşünmək pozitiv düşüncədir. Yəni, mənfi avranı özündən rədd edirsən. Yəni, pozitiv hər şeyə optimist baxırsan, pozitiv baxırsan. Pozitiv düşüncə o deməkdir ki, kimsə nəyisə fikirləşir, deyir ki, bu belə olacaq, amma çox vaxt eləncə olmur. Pozitiv düşüncə sadəcə o səhvlərdən nəticə çıxarmaq, məyus olmamaq, ümidləri qırmamaq və gələcəyə böyük inamla addımlamaq. Pozitiv olmasan, həyatın rəngi olmaz. Negativ düşüncə, pis düşüncə, pozitiv yəni yaxşı düşüncə, yaxşıya çalar düşüncə deməkdir. Hər şeydə bir xeyir axtarmaq kimi bir şeydir. Ətrafımdakılar mənə də təəccüblənirlər bəzən. Mənim demək olar ki, düşüncəmin 80-90% pozitivdir. Həm pozitiv, həm də negativ düşüncələr olur. Məncə 50% hesablaya bilərdim. 60-70 belə. Gün ərzində 60%.
dünyada negativlə pozitiv hər ikisi eyni yerdədir. Yəni dünyanın kökündə də bu var. Yəni, atomun tərkibinə baxanda protonlar olduqları qədər elektronlar da var və mənfi və müsbət yüklü zərrəciklər var. Pul alırıqsa içində itirmə qorxusu gəlir, sevgi gəlirsə qısqanclıq paketlənir, gəlir. Yəni xeyir və şər qardaş kimi bir deyimlərimiz də var. Amma onu duymaq üçün, onu demək çox asandır. Onu hiss etmək üçün və onun nəticəsini çıxarmaq üçün insan gərək mütləq onu yaşasın. Mən həmişə sevinirəm ki, hər halda öz övladlarım həmişə nümunə gətirirəm. Son vaxtlar onlarla kifayət qədər çox vaxt geçirəm deyə. Mən sevinirəm onların haradasa uğursuzluğunu görəndə. Yəni sevinirəm bir valideyn kimi sevinirəm, yəni bir ata kimi sevinirəm. Yəni sevinirəm ki, bu uğursuzluq mütləq ona bir nəticə çıxardacaq. O nəticə çıxardacaq uğursuzluqdan və sonradan daha doğru bir addım edəcək. Mən sevinirəm ki, bu anında onu keçib. Sonradan böyük bir şey. Mən həmişə deyirəm, bu nümunələr vardı. Uğur qazanmış insanlar hardan gəlirlər? Mütləq gərək dibə dəysin ayağı. Bəli. Sonradan o hər şey duya-duya gəlsin, çıxsın qabağa. Və uğur qazanmaq üçün uğursuzluq yolun keçmək lazımdır, deyir Murad Dadaşov. Məncə mütləq. Hər halda çox faydalı olardı o. Və insanlar mütləq səhvlər eləməlidirlər ki, doğruları eləsinlər. Tamamilə razıyam. Çünki heç bir səhvi olmayan insan, heç bir iş görməyən insandır əslində. Təcrübəsizlik. Tamamilə doğru deyirsiniz. Elə çox gözəl bir məqama toxundunuz Murad müəllim. Mənim üçün maraqlıdır. Bilirsiniz, həyatda həmişə işlərimiz onsuz da yağ kimi getmir. Bəzən əngəllər də olur. Həyat bir yola bənzəyirsə, yolun üzərində əngəllər var. Önəmli olan, yəni uğurlu insanlar sizin söylədiyiniz kimi əngəllərlə qarşılaşmayan insan deyil, bu əngəlləri aşa bilən insanlardır. Və həyatınızda oxunuz daşa dəydiyiniz anlar olub, uğursuz olduğunuz anlar olub, özünüzü vurğuladığınız kimi. O anlarda Murad Dadaşov necə düşünürdü və hansı addımları atırdı? Həyatımın hər bir anında, hər bir saniyəsini elə yaşadım ki, ora qayıtmayayım. Hər şey elədim ki, bir də ora qayıtmayayım. O uğursuzluqla üzləşməyim. Ona görə uğur qazandım mən. Ona görə yox ki, mən naxış heç şübhəsiz. Naxış heç şübhəsiz. 100 nəfər adam gəlir, oturur. Həmişə deyirəm də, doğum evinə gəlib çıxanda, məsəl üçün insan gəlib doğum evinə gəlir, qarşısında körpələr də, indi dünyaya gəlmiş, məsəl üçün 30-40 uşaq uzanıb, hərəsi vələkdə, filan, hərəsi qışqırır. Kim bilir onlardan kim alim olacaq, kim cinayətkar olacaq, kim, məsəl üçün, kim olacaq? Bilinmir. Biri artist olacaq, böyük bir artist olacaq, birisi mühəndis olacaq, o birisi həkim olacaq. Heç kim bilmir. Milliyyəti, səsindən belə milliyyəti, cinsi, məsəl üçün, dərisinin rəngi belə bilinmir uşaqlarda. Hamı eyni gəlir. Sonradan mühit onları dəyişir. İnsanın formalaşması üçün o hansı bir çərçivələr, o dəyərlər çox vacibdir. Və ayıb dərəcəsini keçəndən sonra insanı qaytarmaq çox çətindir. Və burada eləşən, mən bildiyimə görə tələbələrdir də, indi ali məktəb tələbələrdir. Bu uşaqlar üçün, onlar üçün, bizim üçün hətta, orta yaşlı nəsil üçün, mümkünü qədər cəmiyyət tərəfdən müəyyən çərçivələr daxilində sərbəstlik yaratmaq lazımdır. Hər bir sualın bir cavabı olmalıdır. Suallar cavabsız ola bilməz. Limitlər mütləq olmalıdır deyirsiniz. Limitlər deməzdim də bir hansı bir hamı maşın şounu, məsəl üçün mən apardığım maşın şounu bir reality şovu tam olaraq senarisi falan. Əlbəttə onun senarisi yoxdur. Mən heç kimi orada bir senari olaraq bir kəlmə yazdırıb verə bilmərəm ki, əzizim sən bu kəlmədən sonra bunu deyəcəksən. Amma şərtləşmiş bir ümumi şərt ifadə ki, doğru deyil, amma şərtləşmiş şərtlər olmalıdır. Biz hamımız bilməliyik ki, bizim cəmiyyətin, tariximizin dəyərləri var. Biz bu dəyərlərlə yaşamış, hamısı müsbət dəyərlərdir. Cəmiyyətdə hörmətə, qadına hörmət, məsəl üçün, ağsaqqala hörmət, ağbiçəyə hörmət, uşağa diqqət və digər bütün bu dəyərlər çox müsbətdir. Elə xalqlar var ki, valla onlarda yoxdur elə dəyərlər. Var elə dünyanı, gəzən insanlar bilərdi. Yəni, bizim bütün bunlar var. Fikrimcə, ölkəmizin gələcəyi sırf insanlarla bağlıdır. Bizim insanlar, Azərbaycanlılar ümumiyyətlə çox cəmiyyətə çevik yararlanan insanlardılar. Biz çox istedadlıyıq, həqiqətən belədir.
Fikir verin, diqqət edin. Mən xaricə tez-tez oluram deyə bunlar deyirəm. Biz oturub burada bir-birimizi tərifləmirik. Bəli. Düşünün ki, Azərbaycanlılar istənilən mühitə düşsün belə, istənilən şəraitə düşsün belə, mütləq özünə bir yol tapacaqlar. Elə bir insan yoxdur ki, gəldi, çarəsiz qaldı. Mən heç də elə bilməm falan. Demək olar ki, elə insan yoxdur. Kişili, qadınlı, uşaqlı, ağsaqqallı, yaşlılı və hamı insanlar bu tarixi bir prosesdir. Mənim fikrimcə bu tarixi bir prosesdir. Həmişə Azərbaycan bilimdə bu ticarət, böyük bir ticarət yollarının kəsişlərində yerləşirdi deyə. Biz həmişə qonaqpərvərliyimiz də oradan gəlir. Biz həmişə qonaq qəbul eləmişik. Bizim sahibkarlıq və digər kimi məsələlər də yəni bu oradan qaynaqlanır. Biz həmişə mütləq falan hardasa paxıllıq, bir-birimizə paxıllığımız da oradan irəli gəlir. Bu tarixi prosesdə biz satışda, yəni hər hansı bir böyük bir ticarət işində insan digərini uğruna biraz paxıllıq da yanaşır. O da var müsbət. Amma bütün bunlar yenə də millətimizi, cəmiyyətimizi, xalqımızı çox müasir şəkildə yəni indiki dünyaya bir hazırladı. Təşəkkür eləyirəm. Murad müəllim, gənc aktyorların iştirakı ilə kiçik bir səhnəciyimiz var. Ona baxaq, sonra söhbətimizə qaldığımız yerdən davam eləyərik. Papa! 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 Ha? Bir manat ver də. Nə deyirsən? Bir manat deyirəm, bir manat ver də. Nə deyirsən, eşitmirəm. Deyirəm ki, bir manat ver də, manat. Abanam, yaxşı deyilən görüm bu sözü eşitmirəm. Qulaqlarım yaxşı eşitmir. Heç nə. Buna bax, bir manat almaq istəyir məndən. Kişi, ay kişi. Kişi, ay Allah, yenə tutması tutub deyəsən. Kişi, sənin eləmi, nədir bayaqdan öz-özünə danışıb durmuşsan? Nə? Səsimi eşidirsən, nə olub? Evə bir şey girib? Yox, arvad, bir şey zat görməmişəm. Ay Allah, bunun axırı necə olacaq? Qazanacağını tapanca eşidir. Özün sən yalancı. Mənim yalan danışdığımı nə vaxt görmüşsən? Yaxşı, heç nə demədim. Gəlib çatdıq. Nə? Divar çatdıb? Hansı divar çatdıb, arvad? Nəysə, boş ver kişi. Eşitmirsən? Qonşumuz xəstələnib. Neçə gündə qızdırma içindədir. Qonşu. Turşu qoymusan? Hansı turşu qoymusan? Nə turşu qoymusan? Dənən görmə eşitmirəm axı. Deyirəm ki, qonşu xəstələnib. Səhərdən hər şey tərsinə başa düşürsən. Qonşu. Nə deyirsən? Düz əməlli dələn görmə eşitmirəm, ha bala. Deyirəm ki, qonşumuz xəstələnib. Ged ona dəy. Turşunu dəstəlib yeyirsən? Bu arvadın başı xarab olub. Turşunu dəstələnmiş olur. Ay kişi, məhv elədin sən məni. Məhv elədin. Dayan bir yerə yazın, bəlkə oxuyasan. Nə qazırsan, niyə qazırsan? Bura bax, oxu. Qonşu xəstələnib, dərhal get ona dəy. Bayaqdan dediyin söz buydu. Şükür. Ay arvad, mən getdim. Qonşuya baş çəkəm. Yaxşı yol. Mənim də xeyir duamı, salamımı çatdırarsan. Yaxşı, saçları düzəldirəm, az danış. Getdim, mən getdim. Buna da, bu dərmanlarda heç bir çarəsi yoxdur. Ay, başım ağrıdı. Salam ay qonşu, necəsən? Mən gəlmişəm. Çox yaxın. Ölürəm ay qonşu. Xəstəlik axırıma çıxır. Çox şükürlər olsun ay qonşu. Ay, necə çox şükür. Sən nə vicdansız adamsan, deyirəm ölürəm ay da. De görüm, nəyə bitirsən? Zəhər yeyirəm, zəhrimar yeyirəm. Ölürəm, deyirəm, xəstəyəm. Ben deyirəm də, bu qonşu ağzın dadını bilən insan. Oy belim, ağzın dadını bilən insandır. Bol şəkər olsun ay qonşu, nuş olsun. Gəl, sənin də olsun. Xəstəlik axırıma çıxıb ay qonşu. Halsızam, ölürəm. De görüm, hansı həkim sənə qulluq eləyir, hansı həkim baxır? Ay, nə həkim? Ölürəm deyirəm. Əzrail deyirəm, gedirəm deyirəm, aparır. Çox yaxşı ay qonşu, o həkim işin bilən insandır. Sən tez sağaldacaq, narahat olma. Bu kim bıraxdı evə, bu karı kim bıraxdı evə? Ay mama,
Çıxardım bu kağıdı. Yaxşı qonşu, mən getdim, sağ ol. Səhət və yaxşı bax, özünə qulluq elə, əsas otur sağ olasan, sağ ol. Sağ ol. Çıx ki. Oy belim. Həm uğur qazanmaq istəyirik, həm rahat bir həyatı yaşamaq istəyirik. Bunlar adətən bir-birlərinə zidd olan anlayışlar kimi görsənir. Çünki uğur qazanan insan rahatlıqdan vaz keçmək məcburiyyətində qalır. Əgər rahat olmaq istəyiriksə və komfort zonamızdan çıxmaq istəmiriksə, o zaman uğur qazanmağımız da çətin ola bilər, elə deyilmi? Və bu ikisini... Sona qədər razılaşmazdım size. İndi burada bu ikisinin bir-birindən tarazlığını qorumağa və tarazlığını yaratmağa isə biz xoşbəxtlik deyirik. Yəni, Murad müəllim, bu qədər işlər görmüsünüz və həyatınızda da yəqin rahatlığa, eyni zamanda da komforta da bir zaman ayırırsınız. Bunların ikisinin bir-birini də tarazlığını qura bilirsinizmi? Yox. Mən yox. Mən dəqiq yox. Ola bilsin ki, insanlar, uğur qazanmış insanlar var, əyləşib deyəcəklər ki, mən tam rahatam, mən tam narahatam. Mənim üçün ən böyük bugün narahatçılığı da səbəb odur ki, bugün elədiyim işlər sabah heç kimə lazım olmaya bilər. Sadəcə ona görə daha gec eləyirəm işlərimi. Hər tərəfli düşünürəm onları. Elə işlərim var ki, məsəl üçün, KVN-də çıxışlarım var ki, vaxtı ki, mən indi onlara baxa bilmirəm. Fikirləşirəm ki, onlar çox zəifdir, mənim anlayışım. Düzdür, hamının xoşuna gəlir, hamı deyir ki, mən bilirəm ki, söhbət o naz qəmzədən gedmir, ki, mən özümə indi, yox, qəti. Mənim fikrimcə, o iş daha geniş və daha uğurlu ola bilərdi. Sadəcə mən lazımı qədər vaxt ayırmadım onun üçün. Daha çox emosional yanaşdım, düşünüb yanaşmadım. Bəs uğur qazanmaq üçün insanlar neynəməlidirlər? Əsas olmazsa olmaz dediyimiz hansı peşəkar və şəxsi xüsusiyyətlər olmalıdır? Mən özümü tam uğur qazanmış bir insan kimi hesab eləmirəm. Uğur qazanmış insan o insandır ki, onun uğuru yaşadığı məkandan çox genişlər, yəni çox daha geniş yayılır. Bugün mənim işlədiyim layihələr və digərləri çox təəssüf yaxın 2-3 ölkə, yəni yaxın regiona aiddir. Mən sadəcə müəyyən vaxt ərzində etdiyim işlərin nəticəsini daha tez gördüm. Və səhvlərimin sayı ilə qazandıqlarım sayı biraz tarazlaşıb. Yəni, mən etdiyim səhvlər və nəticəsində çıxartdığım uğurlar daha çox olub. Mən belə deyərdim. Məsəl üçün, 2 nəfər gəlir bir, belə deyim də, sərmayəçinin yanına. Biri mən, biri gənc bir televizyoncu. Hansı layihəsinə daha tez inanarlar? Əlbəttə mənim. Baxmayaraq ki, bəlkə də onun layihəsi mənimkindən uğurludur. Nəyə görə? O background deyilən bir şey var da, keçmişlərim var sənin. Bizim üçün insanın stabilliyi çox vacibdir, nədənsə. Biz stabil insanlardan, ardıcıl addımlar atan insanlardan iş görmək istəyirik. Olan hərəkətlərini proqnozlaşdırıb, hansı olan bu vəziyyətdə hansı hərəkət edəcəyini biləcəyimiz insanlardan iş görmək istəyirik. Biz belə deyim də, natamam, qeyri-emosional bir addım atan, nə bilim, özünü idarə etməyən insanlardan iş görə bilmərik axı. Hamımız eyni o barədə. Deməli, bu yerdə mən bir sualı dəqiqləşdirmək istəyirəm. Siz insanların işlərindən çox şəxsi keyfiyyətlərinə daha çox önəm verirsiniz, anladım. Əlbəttə, o insan o anda, məsəl üçün, məndən fərqli olaraq daha az səhvlər eləyib də. Ola bilsin, onu bilmir. Amma onun hazırlıqlı olub-olmağı, insanlar nəyə görə məktəb oxuyurlar, əskərlik keçirlər falan, nəyə görə? Bu əskərlik dövrü nə üçün lazımdır? İnsana öyrədirlər ki, bir anda, haçansa sənin o keyfiyyətlərin lazım olacaq. Əgər bir insan öz fikirlərini, düşüncələrini daxilən və ürəkdən, canı ilə, qanı ilə ifadə eləyirsə, buna daha çox güvənmək olar. Murad müəllim insanların bədən dilindən anlayır deyə bilərikmi? Bəli. Və bu çox olmazsa olmaz dediyimiz və yüksək qiymətləndirdiyimiz bir kriteriyadır əslində. Bəli. Çünki sadəcə məntiqə deyil, emosional bir vəziyyətə diqqət eləməyiniz. Çünki son dövrlərin araşdırmaları göstərir ki, insanlarda məntiqi zəka yüksək olanda deyil, daha çox emosional intellekt yüksək olanda onlar yaxşı nəticələr əldə edirlər, uğurlar qazanırlar. Mənim üçün çox vacib və maraqlı bir sual da doğdu burada. Siz bildiyim qədərilə psixologiya ixtisasına
tərbiyələnmisiniz. Bəli. Və sonradan sizi yaradıcılığa və sənətə gətirən şey nə oldu Murad müəllim? Mən əvvəlcədən yaradıcılığa yaxın idim deyə. Sonra elə oldu ki, psixologiya fakültəsinin məzunu olaraq ali məktəbi bitirdim və psixologiya elmində olan proseslər, ümumiyyətlə fən olaraq və psixologiyanın ətrafında olan fənlər mənə çox yaxındır. Belə deyim də, işdə üzləşdiyim müəyyən bir sualların cavablarını orada tapa bilirdim. Məntiqi cavablarını tapa bilirdim. Argumentləri oradan ayıra bilirdim. Ona görə də düzün deyib sizə ki, indi iki işimlə psixologiya peşəsi demək olar ki, bir-birinə çox yaxındır. Mən bugün, belə deyib, auditoriyanın psixoloji vəziyyətini duyub, onların mesajlarını, onların çağrışdığına cavab verəcək bir layihələr, məsəl hazırlayıram. Bir çox yaradıcılıq deyəndə bir çox insanın ağlına gələn şey şairlik, bəstəkarlıq kimi mövzular ola bilər. Əslində cibimizdə gəzdiyimiz smartfonlardan tutmuş kosmik araşdırmalara kimi bir çox yaradıcı sahələri əhatə eləyə bilər. Əlbəttə. Və hərçi şey bir siçanla başladı deyən Walt Disney də dünyanın ən yaradıcı insanlarından biri hesab olunur və nəticə etibarı ilə məlum oldu ki, yaradıcı insanların xüsusi yaradıcılıq strategiyaları var. Yəni, düşüncə olaraq yaradıcılıq strategiyaları var. Sizin bir-birini tamamlayan və yaxud da bir-birindən də eyni qaydada fərqli olan və hər zamanda konkret nəticələr ortaya qoyan yaradıcı məhsullarınız necə dünyaya gəlir və bunu hansı bir düşüncə tərzi ilə reallaşdırırsınız? Yaradıcılıq, doğru söylədiniz. Yaradıcılıq o kriteriyası var. Kreativ deyirlər də, kreativlik. Məsəl üçün, mənim fikrimcə incəsənət sahəsində yaradıcılıq orada vacib, önəm daşılan bir amil olduğu kimi digər iqtisadiyyatda məsəl üçün xüsusi önəm daşıyır. Yaradıcı yanaşma. İnsandan yaradıcılıq nəyə görə məsəl üçün indiki cəmiyyət, indiki dövr insandan tələb edir? Yaradıcılıq bir növ təşəbbüskarlıqla bərabərləşir. Yəni sən təşəbbüskar olmalısan. Walt Disney haqqında dediniz. Disney parkı yaradılanda, Disneyland yaradılanda onlar bir iqtisadi problemlə düzləşdilər. Sən demə, həmən vaxtı Amerika ərazisində, Amerikada digər buna bənzər atraksiyon parkları da var idi. Və Walt Disney böyük bir qurumu olaraq öz parklarını digərlərindən daha effektiv, məsəl bilet satışında daha effektiv etmək üçün bir yaradıcı addım atdılar və çox maraqlı bir addım idi. Burada əyləşən uşaqlar üçün də maraqlı olardı. Onların qarşısında bir məqsəd vardı. Onlar, belə deyim də, hamı öyrəşdiyi bir atraksiyonlara gedirdi, amma bunlara heç kim gəlmirdi. Bunların yanına heç kim gəlmirdi. Az adam gəlirdi. Və bunlar bilet satışlarının çox zəif idi. Və o anda çox maraqlı bir yaradıcı addım atdılar. Nə etmək lazım idi ki, məsələn, sizcə, nə etmək lazım idi ki, sənin bilet satışlarının artsın? Reklam digər kimi o instrumentlər, onlar aydındır. Onları biz istifadə elədik. Çox maraqlı bir iş etdilər. Onlar ilk dəfə olaraq kassaları parkın içində yerləşdirdilər. Yəni, bilet satış kassalarını parkın içində yerləşdirdilər. Sən bilet almaq üçün mütləq parkı gəzirdin, atraksiyonlara qıraqdan baxırdın, sonra gəlib bilet alırdın. İndi təsəvvürün ki, bir valideyn bir övladı ilə girib parka, uşaq baxır atraksiyonlara, nə bilim o Mickey Mouse buradan, Pluto İstək oyandırır. İstək oyandırır, gəlir mütləq şəkildə bilet alacaq. Biz nə qədər olur ki, bizim balaca qohum, əqrəbə, dostlarımız olur. Əlbəttə, sizin övladlarınız yoxdur, bəlkə doğmalarınızın övladları var ki, filan şey istəyirəm, yaxşı-yaxşı gəl bura görüm ki, allada çəkirik onları kassadan. Amma siz düşünün ki, insan gəlib parka görəndən sonra, orada hər şey görəndən sonra, siz onu üzə bilərsiniz, yəni biletlərdən, deyə bilərsiniz ki, yox almıram. Boğar ozdur sizin yerindəcə boğar. Yəni dediyiniz çox önəmli və yaradıcı bir marketinq üsuludur. Oradan da istifadə olunur. Dünyanın ən böyük şirkətləri belə yaradıcı amillə yaranıblar. Yəni bunlar elə-belə deyil. Məsəl üçün, McDonald's kimi böyük bir şəbəkəni yaradan insanlar gənc adamlar deyildilər. Böyük bir təcrübə keçmiş insanlardılar. Onlar bugün McDonald's'ı nə dərəcədə, məsələn, bu böyük bir brendi olaraq nə dərəcədə dünyaya yələndilər. Dünyada
genişləndirdilər. Yəni bütün bunlarda hər bir böyük bir iqtisadi işin yəni hər hansı bir ixtiranın və digər bir işini mütləq insan təşəbbüskarlığı dayanıb. Biz yaradıcılıq nə vaxt deyirik? Biz deyirik ki, yaradıcılıq ona deyirik ki, onu adlandırırıq yaradıcılığına ki, bütün ümumi qaydalar tarixdən boyu hansı adət-ənənələr, şablonlar, çərçivələr içində sən mütləq öz təşəbbüskarlığını irəli sürürsən və bu təşəbbüskarlıq digərlərindən fərqlənir. Fərqli olduğu üçün ona yaradıcılıq adlandırırıq və bunun faydası görürsə demək uğurlu yaradıcılıqdır. Vəssalam. Bəs sizdə yaradıcı fikirlər necə gəlir? Bu bir sirdir. Yox, əslində qalsa bu böyük bir ehtiyacdan irəli gəlir. Mən qeyd etdim, siz məni dinləyirsiniz və suallarınızın hamısının cavabı bir məsələdə köklənir. Mən çox iddialı bir insanım. Boyuma baxmayaraq, köklüyümə baxmayaraq və bütün mənim belə deyim, o pozitivliyimə baxmayaraq mən çox iddialı bir insanım. İddiam həmişə ən yüksək pillələrdə, ən yüksək yerlərdə olmaqdır. Amma mən hiss eləyirəm ki, siz deyirsiniz, amma nəsə arada bir resept var, o resepti saxlayırsınız. O reseptin nəticəsində mən kökəlirəm də. O resepti bilən adamlar, bir mənfi cəhət var, kökəlirsən desən. Yəni, hər şey yaxşı da bir kökəlmə məsələsi olmasın. Yox, resepti yalnız ondadır ki, haçansa sən gərək bir kimdənsə, nədənsə, həyatda inciyəsən və bütün həyatı boyu oraya subut eləyəsən ki, oraya istiqamətlə özündən sonradan subut eləyəsən ki, bilirsiniz, o uğur kitabları filanlar olur ya, filan kəsin uğur kitabı. Mən heç onları oxumuram. Açıq deyim, mən onlara inanmıram. Ona görə ki, o PR-dır və mən onların elə kitablar var ki, özüm də onların müəyyən adamların kitablarının müəllifliyinə yaxın idim. Müəlliflərinə yaxın idim. Müəlliflərini tanıyıram, belə deyim. Və bilirəm ki, insan uğur qazanandan sonra öz addımlarda uğursuzluğunu, hansı bir belə deyim, mənfi nəticələri və mənfi tərəflərini çox yaxşı qələmə verə bilir. Mənə elə gəlir ki, dövr çox dəyişib və indiki dövr sürətlər dövrünü adlandırır. Mən onu sürətlər dövrü adlandırıram. NLP təzə yarananda ilk dəfə olaraq Milton Erickson dünyanın ən dahi hipnoterapisti hesab olunur. İndiyə kimi gəlmiş getmiş. Adi danışmaqla insanı transa salmağı bacaran adam idi. Bu günləri biz burada Milton modelindən istifadə edirik. Bu dəqiqə istifadə edirsiniz? Bu dəqiqə hazırda yox. Bir də transa salıblar. Mən daha nə deyirsə mən də onu danışıram. Yox, o şəkildə qəbul eləməyək. Ümumiyyətlə bu. Amma bir an belə nəsə başım gicəllədən deyərəm. Bir anda elə bir istədiniz də eləmək. Murat müəllim, sadəcə Grinderlə Bentler modeli çıxartdılar və Bentlerlə Grinder o modeli çıxardandan sonra Trans və Dəyişim kitabını yazdılar və Milton Ericksondan ora bir ön söz yazmalarını istədilər. Ericksonun çox gözəl bir sözü oldu. Mən nə etdiyimi çox yaxşı bilirəm dedi. Amma bunu necə elədiyimi Bentlerlə Grinder məndən daha yaxşı bilir dedi. Çünki uğur qazanmış insanların bir çoxundan, əksəriyyətindən soruşanda sən bunları necə elədin? Deyir, elədim, belə gəldi, ürəkdən elədim və yaxud da ki, tam olaraq onun zehni strukturunu açmadan, hətta özləri belə fərqində olmadan bizə izah eləyə bilirlər. Və bu dəfələrlə qarşılaşdığımız bir prosesdir. Burada heç bir fəlakət yoxdur. Normal bir hadisədir. Sadəcə yaradıcılığın insan nə vaxtdan təkmilləşdirməlidir? Mühitin formalaşması və ətrafda olan məsələlər. Valideynlərimizdən kömək istəyəndə, mən həmişə demişəm və bunu bugün də mən istəyirəm, təkrar edirəm. Hər halda valideynlər mane olmayanda artıq bu böyük bir köməkdir. Mənə elə gəlir ki, mənim ən böyük uğurlarımın səbəbkarları məhz mənim valideynlərimdir. Hansılar ki, bəlkə də nə atam, nə anam yaradıcı adam deyil. Anam düzdür, musiqiçidir, musiqi fortepiano üzrə müəllimədir. Atam nəqliyyatçıdır, amma yenə də daxilində hər halda yaradıcılıq fortepiano üzrə müəllimədir. Atam nəqliyyatçıdır, amma yenə də daxilində hər halda yaradıcılıq olan bir insanlardır, əlbəttə, hər ikisi. Amma bütün bunlara baxmayaraq, mənə dəqiq reseptlər ya dəqiq fikirlər söyləməsələr də, ümumi şəkildə mənim işimə mane olmadılar. Bu da böyük bir işdir. Mənə elə gəlir ki, indiki dövrdə valideynlər mane olmasalar belə,
istiqamətləndirsilər, sadəcə istiqamət versilər, mane olmasalar, o kifayətdir uşaqlar üçün. Mən öz övladlarımda görürəm bunları. Mən hiss edirəm ki, son zamanda mən çox mane oluram öz təcrübə ilə bölüşəndə, filan feşməkanda. Artıq mən hiss edirəm ki, ya mən qocalarım, ya bunlar çox, ya bunlar mənə ələ salırlar. Çox maraqlı və doğru bir məqama yaxınlaşdınız həqiqətən də ki, insanın içərisində hər bir şey var. Sadəcə istiqamətləndir və ona mane olma. İnsan özü öz yolunu tapacaq deyirsiniz. Genetikada vardı, millətimizin genetikasında var. Biz hamımız elə bir Azərbaycanda mən insan tanımıram ki, birinci yaradıcı insan, o incə sənətə meyilli olmasın. Siz elə bir insan tanıyırsınız ki, ümumiyyətlə incə sənətə ya şeir yazır, ya mahnı oxuyur, ya nə bilim teatr, ya mütaliə edir, ya nəsə. Mütləq hər bir insan Azərbaycanda nəsə edir. Ya zümzümə eləyir, ya oturub masa ətrafında nəsə deyər, ya musiqi duyumu çox gözəl ola bilər, sadəcə bunu qapalı daxilində bir üzə vermir. Verilişləriniz hər zaman böyük bir reyting qazanıb, Murad müəllim. Yəni, çox böyük tamaşaçı kütləsinin diqqətini cəlb edib. Siz neyirsiniz ki, onlar o dərəcədə maraqla sizin verilişlərinizə tamaşa eləyirlər? Bilirsiniz necədir? Mən verilişin hazırlanması, siz elə bilərsiniz ki, mən çox ağıllı, savadlı cavan oğlanam, amma elə sona qədər deyil də elə. Mən savadlı olsam da sona qədər... Yox. Belə bir şey deyim də, hər halda mənim bugün sərbəst əyləşməyimin burada danışmağımın səbəbi əlbəttə həyatda çox maraqlı insanlarla ünsiyyətlərimdir. Bu ünsiyyətlər mənə indiki, birincisi məni özüm formalaşdırır. Hər bir görüşdüyüm insanla ümumiyyətlə mənə elə gəlir ki, həyat heç vaxt məni, belə deyim də, sıradan bir insanlarla üzləşməyim. Kimlə üzləşmişəmsə, mütləq bu insan çox maraqlı bir insan. Həyat belə gətirib və çox böyük bir minnətdarlıq hissi ilə Allaha həmişə ünvanlamışam ki, çox sağ ol ki, mənə belə insanlarla ünsiyyət yaratmışam və bu insanlardan fayda görmüşəm. Hətta o insanlar mənimlə danışmasalar da belə, öz aralarında danışsalar belə, mən çox nəticələr geçirirəm. Mən ümumiyyətlə nəzarət edən insanam. Və belə bir şey deyim, bizim şirkətimizin içində bu redaktorlar, yəni verilişin yazarları qurulanda indiki dövrdə bu marketingdə fokus qruppalar deyirlər də. Yəni hər hansı bir iş eləyirsən, işi ictimai məsəl üçün dövründən öncə mütləq bir insanlar yığırsan, onlar ilkin baxırlar, ilkin baxış keçirirlər, özlərlərini bilir. Mənim o fokus qrupam içimdədir, həyat təcrübəmdən gəlir. Mən müxtəlif insanlarla ünsiyyətdə idim uzun illər və ona görə hər birinin təxmini parodiya janrı da oradan irəli gəlib. Mən insanla ünsiyyətdən sonra, məsələn 10-15 dəqiqədən sonra inanın mənə ki, onun ləhcəsi, onun davranışı, onun hərəkətlərini təkrarlayıram birə-bir. O istedad məndə həmişə var idi və mən özüm də bundan həzz alıram. İnanın mənə ki, hətta uşaqlar var, dostlarım var ki, sən 15 kəlmədən sonra sən o adamın öz dili ilə danışırsan və o dilini başa düşürsən. Mən sadəcə ünsiyyət yaratdığım insanlarla onlara çox böyük bir hörmətlə yanaşıram və onları sevirəm. Doğrudan sevirəm. Mən Azərbaycan tamaşaçılarını sevdiyimdən bu işlər onların maraq dairəsindədir. İnsanlarla çox gözəl ahəng qurma bacarığı var Murad Dadaşovda və bunun danışıqlarından bu strukturu rahat şəkildə görə bilərik. İcazənizlə növbəti səhnəciyi təqdim eləyirəm. Ondan sonra söhbətimizə qaldığımız yerdən davam eləyərik. Öldüm ay Allah. Qoy biraz dincəlim. Benim de kırıldığım var. Dincelen bile bir dünya adamı olur. Salam aleyküm. Ne edirsən Cavan oğlan? Aleyküm salam. Bu federaları eve apardım. Dedim biraz oturum dincəlim. Mən də xeyli olmuşam. Dedim biraz dincəlim. Gel otur. Həm də söhbət edərik. De görüm nə işlə məşğul olursan? Fəhlətçilik edirəm axsaqqal. Bu kənddənəm. Nə iş olsa işləyirəm. Bu edirlərdə nə daşıyırsan? Birində qumdur, digərində isə buğda. Buğdanı başa düşdüm. Digər vedədəki qum nə edəcəksən? Heç axsaqqal.
Buğdanı daşıyıram, qumu da doldurmuşam ki tarazlıq yaransın. İncimə cavan oğlan. Qumu daşımaqla özünə əziyyət verirsən. Qumun əvəzində digər evdəki buğdanı yarı bölsəydin, yenə tarazlığı saxlamış olardın. Vay, vay, vay. Bu necə də mənim ağlıma gəlməyib. Neçə illərdir bu qumu boş-boşuna daşımışam. Sən bu qədər ağılla çox varlı olarsan. Sən padişah deyilsən ki. Üstümü mü görüb, adımı dəyirmançı qoyma. Bəs varın, dövlətin varmı? Nə malın var, nə dövlətim. Obyektin, dükkanın bəs. Harada obyekt əvvəlçilik? Onda sənin 100% çox pulun var. Çünki bu qədər ağıllı olan adamın çox pulu olar. Yox, yox, yox. Nə pulum var, nə param. Bir əsrəm, bir dönəm mən nəsir. Mənim kimi adamlara filosof deyirlər. Gördüyün kimi ev-ev, küçə-küçə gəzib, dolanıram. Sən yoluna davam elə, ağsaqqal. Mənə verdiyi məsləhətləri də özünə saxla. Düzdür, mən bir buğdanı ikiyə bölməyəcək qədər sadəlövəm. Amma şükür Allaha, öz zəhmətimlə pulumu qazanıram. Heç kimdən dilənmirəm. Elmə malik olmaq azdır, onu istifadə eləmək lazımdır. Son olaraq gənclərimizə nələr tövsiyə eləyərsiniz? Uğur qazanmaq və həyatda istəklərinə nail olmaq istiqamətində. İnsan içində istək olmalıdır mütləq. İstək olmada heç nə olmayacaq. Heç nə alınmayacaq. Mütləq şəkildə insan, məsələn bir qrup insanlardır, 5 nəfər, 10 nəfər dostlarsınız, hamınız bərabərsiniz, bir qrupda oxuyursunuz, and içirsiniz hər birinizə ki, ömrünüzün axıra ki, bərabər olacaq, mütləq. Heç vaxt, kim hara getdi, bəni dalınca aparacaq, elə şey olmayacaq, bilin. İndi ola bilsin, kimisə arzularını mən yoxa çıxar, amma həqiqətən də belədir. Həyatda qazanan insan yalnız və yalnız ən iddialı olan olacaq. Ən iddialı insan qazanacaq. Və ədalət sona qədər bərqərar olunacaq. Mən o ali ədalətə inanıram. Mənə elə gəlir ki, indiki dövr, bu bazar iqtisadiyyatı dövrü, kapitalizm dövrü, o baxımdan çox gözəldir. İndiki dövr, indiki cəmiyyət insanın təşəbbüskar. Hətta dövlət deyir ki, gənclər ki, kreativ olun, təşəbbüskar olun, çıxın, sözünüzü deyin, mütləq fəal olun, cəmiyyətin, ölkənin həyatında fəal olun. Bu çox vacibdir. Amma bu fəaliyyət, bu fəallıq və digər məsələlər savad olmasa boş söhbətdir. Gənclərimizə bir sual üçün müraciət edək. Murad Dadaşova sualı olanlar varmı? Buyurun. Xəlbəyli Fidan, ilk öncə sizi, qonağımızı və bizi izləyən tamaşaçılarımızı salamlayıram. Və Murad müəllimə sualım ondan ibarət olacaq ki, bugünkü mövzuda çox gözəldir, onu vurğulamaq istəyirəm. Karyera, potensial, uğur, yaradıcılıq və s. Az öncə Murad Dadaşova sual səsləndirdiniz ki, həyatda qazandığınız uğurlardan bəhs edə bilərsinizmi? O isə həyatda özünə uğur qazanmış biri kimi hesab etmədiyini söylədi. Və lakin bizə görə, cəmiyyətə görə bir sıra apardığı layihəsinin rəhbəri olduğu verilişlər reyting qazanıb və belə desək, iştirak etdiyi layihələrdə də bizlər üçün uğur qazanmış biridir. Özünüzü amma uğur qazanmış bir kimi hesab etmirsiniz və demək istəyərdim, bilmək istəyərdim ki, nə zaman özünüz uğur qazanmış biri hesab edəcəksiniz və yaxud da nə etsəniz özünüzü uğur qazanmış biri kimi hesab edəcəksiniz? Aydındır. Maraqlı sual. Çox son suala görə. Həqiqətən bu sualın açıqlamasını vermək istəyirəm. Ona görə ki, həqiqətən biraz o təvəzzükarlıq bir qırağa o var. Digər tərəfdə bir məsələ də var. Mən qeyd etdiyim kimi, gərək layihə hər hansı bir iş ölkə miqyaslı yox, beynəlxalq miqyaslı olsun. Bax, sizin işiniz, düşünün ki, mən nəyə görə deyirəm ki, indiki dövr çox maraqlı dövrdür. Məsəl üçün, Estoniya haqqında bilirsiniz də, Estoniya dövlətidir, Baltikanın dövlətlərdən biridir. Bizdən qat-qat, yəni ərazisinə görə, balaca əhalisinə görə kiçik bir dövlətdir. Amma Estoniya dünyaya elə bir Skype kimi bir xidməti, rabitə xidməti, Estoniya verib dünyaya, bilirsiniz siz, yoxsa yox? Digər kimi, məsəl üçün, innovasiyalı bir layihələri Estoniya kimi dövlət verib. Və onu ixtira edən insanlar, düşünün ki, onlar səhər duranda, onlara uğur haqqında danışanda və siz bugün, mən əlbəttə uğur qazanmış bir insanım, burada cəmiyyətdə, bizim aramızda, amma mən uğur qazanmış özümü o vaxt deyərdim ki, mənim işim beynəlxalq layihələr olsun, yəni beynəlxalq səviyyəli iş olsun. Başqa bir sualı olan var mı gənclər? Azərbaycan Dövlət İqtisad Universiteti, Ələkbərov Seymir, Sabah qrupları 2-ci kurs.
Mən sual vermək yox, sizin fikrinizi öyrənmək istəyərdim. Məndə belə bir xüsusiyyət var ki, hər hansı bir ideyam olanda, fikrim olanda, belə desək, gələcəkdə görmək istədiyim bir iş olanda, bunu kiminləsə paylaşıramsa, bu heç vaxt alınmır deyə bilərəm. Bu mənim bəlkə də psixologiyamla bağlıdır. Yəni, ideyanın, fikri kiminləsə paylaşmaq uğura nə dərəcədə təsir göstərə bilər? Bu barədə fikrinizi öyrənmək istəyərəm. Mənim yoxsa Murad müəllim? İkinizin də. Tamam, Murad müəllim. Buyurun, xahişim. Siz elmi tərəfdən yaxınlaş, mən də onu məişət dəvrəsini açıqlayacağım. Mən buna belə bir açıqlama verərdim ki, bu bir inancdır əslində ki, əgər bu fikrimi desəm, o zaman bundan xeyir olmayacaq deyilən bir yağın bir inanc var. Yəni, belə olduğu halda o artıq avtomatik olaraq özünüzü uğursuzluğa şərtləndirmiş ola bilərsiniz. Və inancın gücünü zəif görməməliyik biz. İnanc çox qüvvətli bir ünsürdür. Yəni, plasebo effekti var, bilməm, bilirsiniz yoxsa yox. Yəni, içi şəkər dolu kapsulalarda xəstə sadəcə onu dərman olduğuna inandığı üçün effekt verir və orada olan şəfaverici güc o dərmanın kimyəvi tərkibində deyil, insanın inanc sistemində yatır əslində. Lakin bu inanc sizdə olduğu üçün, yəni o deməkdir ki, bu hər kəsdə var. Başqa biri bölüşdükcə onda işləri daha da yaxşı gedə bilər. Sadəcə olaraq siz bunu bu cür şərtləndirdiyiniz üçün belədir. Bunu dəyişdirməyiniz də mümkündür. Dəyişdirməyinizdə fayda var. Buyursun Murad müəllim. Məndə də belədir. Məndə də belədir. Həqiqətən belədir. Mən hər hansı bir layihəmi digərini danışsam əvvəlcədən, o qədər layihələr var ki, hər dəfə jurnalistlər yaxınlaşır ki, olacaq deyirəm, əlbəttə olacaq, filan, həmən də qayıdın olmasa, yox, siz alınmadı, o, bu. Amma biraz da bizi nədən? Mən ümumiyyətlə onun tərəfdarıyım ki, mütləq insan paylaşsın. Paylaşsın, ki, birincisi, layihənin nə qədər uğurlu olub-olmamağı müəyyənləşir o anda. İkincisi də iki ağıl, bir ağıldan üstün. Teşekkürler. Başqa sual olan var mı? Bir dənə mikrofonu ötürərdiniz. Bunu da alıq, yekunlaşdıralım. Azərbaycan Dövlət İqtisad Universiteti, Yalnır Məmmədov, 2-ci kurs sabah qrupları. Buyur. Kifayət qədər tanınmış və hörmət elədiyimiz aparıcılardan birisiniz və kifayət qədər layihələrə imza atmış. Soruşacağım olacaq ki, uğurlu layihə deyəndə nəyi nəzərdə tutursunuz? Daha çox reyting qazanan əyləncəli verilişlər, yoxsa gənclərə fayda verəcək hər hansı bir layihə? Və əsas sualım odur ki, indiyə qədər elə bir layihə olub ki, və sizə görə yəni belə olan və ya fikirləşirsiniz ki, elə bir layihə imza atasınız ki, 10 illər sonra deyilsin ki, Azərbaycan televiziyasında belə bir aparıcı vardı ki, sırf gənclərə nəsə həmin o faydanı verdi. Birincisi, minnətdaram sualınıza görə və çox xoşuma gəlir, kifayət qədər sevdiyimiz aparıcılardan, kifayət qədər uğurlu qazanmış. Bəli, bu kifayət qədər məsələsi mənim həyatımda həmişə mənim işimlə bərabərdir. Mən özüm də işləri və uğurlar kifayət qədər hesablayıram. Kifayət qədər. O ki, qaldı gənclərə mən verir. Mən heç də gənclərə vermirəm. Və gənclərdən də işini istəmirəm. Necə ki, mən gənc olaraq heç kimdən işini istəmirdim. Mənə elə gəlir ki, ümumiyyətlə, biz çox yanlış fikirləşirik ki, kimsə nəyəsə kiməsə verməlidir. Təcrübənlə bölüş, xahişim, sən gətir, ver. Mən elədim, səhvlər isə buyur. Mən pul qazandım, vermənin də bölüş. Onlar lazım deyil insanlara. Mənə elə gəlir ki, mən bugünkü işlərimdən utanmıram və 10 ildən sonra da ilk reality show yaradan bir adam kimi, ilk falan Azərbaycan əlbəttə miqyasında və mən də, həmkarlarım da biz rahatlıqla bu haqda danışa bilərik. Amma çox istərdim ki, təkcə bununla yadda qalmayaq. Belə deyərdim. Təşəkkür edirəm Murad müəllim, dəvətimizi qəbul edib gəldiyiniz üçün. Çox siz sağ olun. Biz isə öz növbəmizdə özümüzü, dövlətimizi və xalqımızı gücləndirək. Bütün insanlar dünyanın ən mükəmməl bioloji cihazına, beyinə malik olsalar da, onu işlətmə istiqamətləri və formaları fərqlidir. İnsan şüurlu və qeyri-şüuri olaraq fəaliyyət göstərir. Ayıq beynimizin işini görən şüurumuzdur. Bu zaman beynimizi proseslərin fərqində olaraq işlədirik. Şüuraltı fəaliyyət isə insanın fərqində olmadan etdikləridir. Beynimizin sadəcə kiçik bir hissəsini fərqində olaraq işlədirik. Şüuraltı bədənin bütün funksiyalarını nizamlayır.
Axşam yeməyini yeyib çarpayıda uzanarkən həzm sistemimizin işləyib işləmədiyindən, yediklərimizi həzm edib etmədiyindən nigaran qalmayaraq, heç bu barədə düşünməyərək rahat yata bilirik. Biz yuxuya getsək də şüuraltı nə edəcəyini bilir. Şüuraltı sadəcə bədənimizin qoruyucusu deyil, eyni zamanda həyatımızın qurucusudur. Həyat haqqında çox az şey bilirik. Bəzən bildiyimizi zənn etsək də, yanlış öyrəndiklərimiz hədsiz çoxdur. Əslində, həyat haqqında bütün bilikləri tam bilməyimiz lazım deyil. Əgər bunu öyrənməyə cəhd etsək, ömrümüz kifayət etməz. Sadəcə, gözəl bir həyat yaşamaq üçün nə etməyimizi və necə etməyimizi öyrənsək kifayətdir. İndi bizə tamaşa etdiyiniz televizorun və ya kompüterində necə işlədiyini bilmirsiniz böyük ehtimalla. Daim üzərinizdə gəzdirdiyiniz smartfonların, internet proqramlarının və digər texnologiyalarında necə işlədiklərini bilmirsiniz, ancaq onlardan necə faydalanacağınızı bilirsiniz. Əksəriyyətimizin fərqində olmadığımız şey başqalardan nifrət etməyin, onları günahlandırmağın və qəzəblə mübarizə aparmağın nə qədər təhlükəli bir şey olmasıdır. Şüuraltı haqqında biraz məlumatımız olsa, onun həyatımızı gözəlləşdirməsi üçün nə qədər mühüm yer tutduğunu anlayardıq və şüuraltımızı təmizləmək üçün əlimizdən gələni edərdik. Həyatda şüuraltını təmizləməkdən vacib heç nə yoxdur. Şüuraltı o qədər ağıllıdır, hər şey haqqında biliklidir və həssasdır ki, hər bir tələbimizə cavab verir, hər istəyimizi yerinə yetirir. Ona təklif etdiyimiz hər bir təklifi tətbiq edir. Əslində onun necə işlədiyini bilməyimizə gərək yoxdur, sadəcə həyatımızı gözəlləşdirməsi üçün ondan necə faydalanacağımızı öyrənsək kifayətdir. O zaman niyə bir çox hallarda xoşbəxt ola bilmirik və istəklərimizə nail olmuruq? Düşüncələrimizi idarə etmədikcə şüuraltı zərərimizə işləyəcək. Necə ki, torpaq ona əkilən toxumu mühakimə etmirsə, şüuraltımız da düşüncə toxumlarını mühakimə etməz. Şüuraltı düşüncənin torpağıdır və ona əkilən düşüncə toxumlarını cücərtməkdədir. Şüuraltının şəfaverici və gözəlləşdirici əməliyyat sistemini anlaya bilmədiyimiz üçün xəstəliklər və xaos yaranır. Bu sistemi işlədən isə şüurdur. Bəs bu sistemdən necə faydalana bilərik? Bunu birlikdə öyrənəcəyik. Düşüncələr dünyanı dəyişdirir və biz düşünərək özümüzü yaradırıq. Hər birimizin fərqli düşüncə strategiyalarımız var. Bəs bu düşüncə strategiyaları bizi uğura mı aparır, yoxsa uğurlardan mı uzaqlaşdırır? Düşüncələrimiz bizi rifaha və uğura aparmırsa bu fəlakət deyil. Əvvəlcə bizi zəiflədən düşüncələri fərq etməli, onları dayandırmalı, sonra isə onları bizi gücləndirəcək düşüncələrlə əvəz etməliyik. Yaradıcılıq qarşısında hər şey acizdir. Bunu birlikdə öyrənəcəyik. Salamat qalın.